Bismillahirrahmanirrahim. Esselamu aleyküm. Bugün sizlere Allah'ın kitabından ve o kitabdaki şəhidlərdən danışacağım. Allah Teala Kur'an-ı Kerim'de belə buyurmuştur. Rahman ve Rahim olan Allah'ın adıyla. Allah yolunda öldürülenlere ölü demeyin. Şüphesiz ki onlar diridirler. Lakin bunu siz dərk etmirsiniz. Onlar şəhiddirlər. Ve Allah bunu Kur'an-ı Kerim'de Ali İmran suresinde buyurmuştur. Ama neçənci ayəsində buyurmuştur, onu bilmirəm. Onun için Allah məni ve bütün günahkarları əff etsin. Allah bizlere de o məqamdan nəsib eləsin. Rabbim bizlere şəhidliyi nəsib eləsin. Və mənə tezliklə nəsib eləsin. Məhşər günü Allah hamını sorğu-sual edərkən digərlərini cənnətə, digərlərini cəhənnəmə atarkən bir qrup şəxs isə oradan məhşər günü Allahın huzurundan keçib gedirlər. Və Allah mələklərinə belə buyurur. Mənim huzurumdan keçib gedən o bir qrup şəxsləri dayandırın. Onlar bugün sorğu-sualsız cənnətə daxil olacaqlar. Qurtuluşa daxil olacaqlar. Xilas olacaqlar. Onları ruzi bərəkətimlə, xeyirli müjdələrimlə müjdələyirəm. Onları o xeyirli şeylərə daxil edəcəyəm mən bugün. Allah Teala belə buyurdu və ardınca da belə buyurdu. Onlarla salamlaşın ki, onlar da sizlərin salamlarınıza salamla qarşılıq versin. Və ey mənim mələklərim, onlara xoş davranın. Onlara xoş davranın və onları əmin-amanlıqla əllərindən tutub Reyyan cənnətinə, şəhidlər cənnətinə daxil edin. Çünki onlar qurtuluşa ərdilər və onlar o cənnətdən də əsla çıxarılacaq da deyillərdir. Mələklər belə buyurdu. Rəbbim, əmrinizi yerinə yetirməyə hazırıq. Ey Rəbbimiz, sən de görüm, bəs sənin bəhs etdiyin bu şəxslər kimdir? Allah isə belə buyurdu. Şübhəsiz ki, onlar şəhidlərdir. Mən onları huzurumdan keçib gedərkən alınlarındakı qandan, qan izindən tanıdım. Və onları sorğu-sualsız sizlərin vasitəsilə cənnətimə aldım. Və belə bir söz vardır. Şəhidlər alınlarındakı qan izindən tanınacaqlar ki, bunlar şəhiddir. Qan izindən tanıyacaqlar bunları. Alınlarındakı olan qan izlərindən tanıyacaqlar bunları. Allah deyəcək, bu şəhiddir. Allah'tan o məlumatı alanda da mələklər də biləcək və deyəcək, həqiqətən də bunlar şəhiddir. Allah o şəhidliyə bizləri də uzatsın, o məqama bizləri də uzatsın. Gecindən nəsib arzu ediyənə gecindən versin, tezindən arzu ediyənə də tezindən versin. Allah mənə də tezliklə o şəhidliyi versin və nəsib eləsin. O Allah'ın şəhid adının hörmətinə Allah bizlərə o gözəlliyi nəsib eləsin. Çünki Allah'ın 99 dənə isimləri vardır. Və o 99 dənə isimlərindən biri şəhiddir. Allah o adın hörmətinə bunları bizlərə nəsib eləsin. Şəhidlik hər yetənə nəsib olmur. Kimə nəsib oldusa o bəxtəvərdir. Həqiqətən o qurtuluşa ərənlərdəndir.
Allah qazilərimizə şifa, can sağlığı versin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhid ailələrinə, şəhidlərin valideynlərinə, hər bir əzizlərinə bol-bol səbirlər, dözümlər versin. Sağ olun, qardaşlar, bacılar. Özünüzdən müğayət olun. Allah amanında qalın.